Zaman. Onu heç kim görməyib. Heç kim ona toxunmayıb. Amma o hamını və hər şeyi idarə edir. Bir anlıq təsəvvür eləyin ki, nə saat var, nə telefon. Sadəcə göyə baxırsan və özünə bir sual verirsən. Görəsən gecikməmişəm, yoxsa hələ vaxta var? Tarix boyu insanlar bir şeydən qorxurdular. Zamanı qaçırmaqdan, zamanı itirməkdən və bu qorxu dünyanın ən böyük ixtiralarından birini yaratmağa səbəb oldu. Saatı. İlk saat nə metal idi, nə də bir xüsusi mexanizm idi. Sadəcə bir kölgə idi. Bəli, kölgə. Qədim Misir kahinləri Nil çayı sahillərində ucaltdıqları obelisklərin kölgəsini izləyərək günün hissələrə ayırırdılar və hal-hazırda səhər, günorta, axşam olduğunu təxmin edirdilər. Bu təxminən eramızdan əvvəl 3500-cü illərə aid edilir. Obelisk sadəcə bir abidə deyildi. O, zamanın ilk iynəsi idi. Eyni dövrdə Mesopotamiyada da günəş saatlarından istifadə olunurdu, amma bu sistemin çox böyük bir zəifliyi var idi. Əlbəttə, günəş idi bu. Günəş yox idisə, zaman da yox idi. Yağış, bulud, gecə hamısı zamanı silməyə qadir idi. İnsanın ilk böyük problemi də elə bu idi. Zamanı sabit saxlamaq. İnsan göydən öz ümidini kəsdi və zaman axtarışına yerdə davam etdi. Cavabı isə suda tapdı. Bəli, qum saatlarından əvvəl qədim Yunanıstanda və eyni zamanda qədim Çin alimləri damcı axımını sabit bir ritm şəkildə tutmağı bacardılar və beləliklə klepsidra adlanan bir cihazı inkişaf etdirdilər. Sistemi ən çox inkişaf etdirənlərdən biri Ktesibias idi. Eramızdan əvvəl 3-cü əsrdə o suyun təzyiqini tənzimləyən bir mexanizm yaratdı. Bu tarixdə ilk avtomatik stabilizasiya sistemi idi. Maraqlı və real faktlardan biri. Afinada məhkəmələrdə çıxış edənlərin vaxtı məhz bu su saatı vasitəsilə ölçülürdü. Yəni demək olar ki, ilk taymer məhkəmədə yaranmışdı. Orta əsrlər zaman artıq sadəcə müşahidə deyil, idarə olunmalı idi. Və bu dövrdə də əsas rol oynayan qurum katolik kilsəsi idi. Rahiblər gündə bir neçə dəfə dua etməli idilər və bu duaların vaxtları tam dəqiq olmalı idi. 11-ci və 13-cü əsrlərdə Avropada ilk mexaniki saatlar yaranmağa başladı. Bu saatlar çəki ilə işləyirdi, dişli çarxları var idi və böyük şəhərlərdə, böyük qüllələrdə yerləşdirilirdi. Gündə 15 ilə 30 dəqiqə arası səhv eləmə ehtimalı var idi. Bu isə bizə bir şeyi göstərdi. Zamanı ölçmək istəyən insan hələ zamanın özünü tam başa düşməmişdi. 17-ci əsr elm partlayışı dövrü və səhnəyə bir şəxs çıxır. Christian Huygens 1656-cı ildə o pendulum saatını icad etdi. Pendulum bəzən belə də deyirlər. Bu sadə yellənən bir mexanizm idi. Bütün sistemi dəyişdi. Səhv sayı əvvəl gündə 20 dəqiqəyə, sonradan isə bir neçə saniyəyə qədər belə azaldıldı. Bu sadəcə bir texniki uğur deyildi. Bu insanın zamana ilk real nəzarəti idi. 18-ci və 17-ci əsrlərdə ən böyük problemlərdən biri dənizdə istiqaməti tapmaq idi. Neçə gəmilər tələf olurdu. Enlik hesablanırdı, lakin uzunluq yox. Bu isə gəmilərin yolunu azmasına və batmasına səbəb olurdu. 1714-cü ildə
British Parlament tarixində məşhur bir Longitude Prize adlı bir müsabiqə elan olunur və bu müsabiqəni bir nəfər qalibi olur və qalibin adı isə John Harrison idi. 1761-ci ildə onun yaratdığı H4, yəni H4 xronometri sınaqlardan keçdi və dəniz tarixində bir partlayış oldu. Dənizdə dəqiq işləyirdi. Temperatur dəyişməsinə davamlı idi və naviqasiyada çox geniş istifadə olunmağa başlandı. Tarixi nəticə: minlərlə dənizçinin həyatı məhz buna görə xilas oldu. Artıq zaman kilsənin yox, insanın öz əlində idi. Patek Philippe kimi də bəzən gedir adı, şirkətlər dəqiq və zərif cib saatları istehsal etməyə başladılar. Bu saatlar zənginliyin simvolu idi, sosial statusun göstəricisi idi. Zaman artıq sadəcə ölçülmürdü, həm də nümayiş etdirilirdi. Əvvəllər qol saatları kişilər taxmırdı. Bu yalnız qadın aksesuarı sayılırdı. Hətta Napoleon Bonaparte Josefinaya çox dəyərli üstü qaşlarla bəzədilmiş bir qol saatı da hədiyyə etmişdi. Lakin bir şey baş verdi: müharibə. Birinci Dünya müharibəsi. Səngərdə vaxt həyata bərabər idi. Əsgərlər cib saatını çıxarda bilmirdilər və nəticədə qol saatı artıq standart oldu. Hər bir əsgərin mütləq qol saatı olmalı idi. Bu tarixdə ilk idi. Zaman birbaşa praktik həyatda əhatə edirdi. 1969-cu il Seiko ilk dəfə kvartslı bir saat təqdim etdi. Adı isə Astron idi. Bu saat batareya ilə işləyirdi, kvarts kristallarının titrəyişi ilə vaxtı ölçürdü və ayda cəmi bir neçə saniyə səhv eləyə bilərdi. Getdikcə dəqiqliyi artırdı. Nəticədə İsveçrə saat sənayesi ciddi bir böhran yaşadı. Bu hadisə tarixdə kvarts kristal kimi də düşdü. Bugün saat sadəcə vaxtı ölçmür. Müxtəlif ağıllı saatlar ürək ritmini, bizim addımlarımızı, eyni zamanda yuxu ritmimizi izləyir, analiz edir. Biz zamana baxmırıq artıq. Zaman bizə baxır. Min illər boyunca insan bir şey öyrənməyə çalışdı: zamanı ölçməyi. Və bunu bacardı. İndi artıq atom saatları var, onun dəqiqliyi çox sərrafdır. Amma əsas sual buydu: biz zamanı idarə edirikmi, yoxsa yox? Zamanı ölçürük, amma bu hələ də zamanı idarə etdiyimiz anlamına gəlmir. Bir gün bəlkə də saatlar yox olacaq. Amma zaman hər zaman var idi, var və olacaq da. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Növbəti maraqlı videolarda görüşənədək hələlik.